Orta gün davam edir. Rusiya-Ukrayna müharibəsinin başlamasının artıq 4-cü ili tamam olur. Təbii ki, 4 il bir müharibə üçün çox uzun bir rəqəmdir. Bu 4 il ərzində nələr baş verdi, nə hadisələr oldu, nə qədər itkilər oldu. Təbii ki, bunların hamısı dünyanın gözü qarşısında baş verir və bu müharibə yeni dünya nizamında da müəyyən dəyişikliklər yaratdı. Təbii ki, bu dəyişikliklər heç də müsbətə doğru dəyişikliklər deyil. Artıq yeni bir münaqişə ocağının daha da alovlanması deməkdir və digər münaqişə ocaqlarına da bu heç də belə deyək, yaxşı bir təsir imkanları baxımından biz bunu qiymətləndirə bilmərik. Hazırda elə mövzusunu bu istiqamətdə davam etdiririk. Studiyada qonaqlarım Demokratiya və İnsan Haqları Komitəsinin sədri, siyasi şərhçi Əhməd Şahidov və politoloq Zaur İbrahimlidir. Hər ikinizi studiyamızda salamlayıram, xoş gəlmişsiniz. Zaur müəllim, öncə sizdən başlayaq. 4 il biraz öncə də qeyd etdim. Heç də qısa bir müddət deyil. Bu müddət ərzində çox hadisələr baş verib. Ümumilikdə biz bunu analiz edəndə Rusiya-Ukrayna dövlətlərinə bu müharibə hansı təsirləri verdi? Gəlin şöbədə Rusiyadan başlayaq. Belə bir mif yaratmışlar ki, dünyanın bir nömrəli ordusu Rusiya məxsusdur və o qarşısına qoyduğu istənilən hərbi vəzifəni həll edə bilər. Amma biz tam əksin gördük. Bu aşağıdakı qənaətləri düşünürəm ki, hamı bölüşər. Birinci qənaət odur və birinci ümumiləşmiş nəticə budur ki, Rusiya bu müharibədə qalib gəlmir. Rusiya bu müharibədə qalib gələ bilmir. Bu birinci. İkincisi, Rusiyanın geosiyasi rolu Ukraynadakı hər gün güya işğal etdiyi kəndlər və qəsəbələr səviyyəsinə düşüb. Bu müharibə başlayandan Rusiya geosiyasi fəlakətlə üzləşib. Rusiya Suriyadan çıxmağa məcbur qaldı. Quduzlu geosiyasi fəlakət qaldı. Hal-hazırda Rusiya Venezuelanı itirdi bununla bağlı. Məsələn, Rusiya BRICS adlı bir format yaratmışdı və hesab edirlər ki, Rusiya Çində daxil olma. Hesab edirlər ki, onlar alternativ qlobal cənub qruplaşması yaradacaqlar, lakin bunu da həyata keçirmək mümkün olmadı. Rusiya Cənub Qafqazda doğrudan da strateji məğlubiyyətə uğradı və 2018-dən başlayan proseslə artıq Ermənistanın Rusiyadan asılılığı faktiki, yəni siyasi və geosiyasi məsələdə asılılıq faktiki nominal həddə düşüb. İqtisadi asılılıq çox güclü şəkildə qalır, lakin xarici siyasət məsələlərində, regional siyasət məsələlərində demək olar ki, Ermənistan faktiki Rusiyadan asılılığın əhəmiyyət dərəcədə azalıb. Rusiyanın inteqrasiya modelləri tamamilə iflasa uğradı. Bu kollektiv təhlükəsizlik müqaviləti təşkilatıdır. Ermənistan orada iştirakını dayandırdı. Həmin təşkilat isə faktiki olaraq fəaliyyət qabiliyyəti nümayiş elətdirə bilmədi. Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatında bu istiqamətlə qeyd edə bilərik. Postsovet məkanında biz Rusiyanın geosiyasi təsirinin əhəmiyyətli dərəcədə azaldığını görürük. Biz bunun həm Mərkəzi Asiyada görürük, həm Cənub Qafqazda görürük. Əksinə, Rusiyanın təsirini məhdudlaşdıran digər inteqrasiya modelləri yaranıb və inkişaf edir. Türk dövlətləri birliyini biz qeyd edə bilərik burada. O cümlədən Amerika Birləşmiş Ştatları regionuna gəlir, Mərkəzi Asiya gəlir, artıq Avropa İttifaqı Mərkəzi Asiya gəlir. Bu geosiyasi baxımda. Bu barədə çox danışmalar, yəqin ki, həmkarımız da bu barədə qeyd edəcək. Bu geosiyasi aspektdə. Hərbi aspektdə Rusiyanın indiyə qədər tutduğu ərazilər Ukraynanın 20% həcmindədir. Bu 20%-in 14-16% 2014-cü il işğal olub. Krım və digər ərazilər daxil olmaqla. İndi isə Rusiya çox kiçik templərlə irəlir və bu templərlə ümumiyyətlə heç bir halda Ukrayna uğrunda strateji qələbə əldə etmək mümkün deyil. Bu ikinci aspektdir və ən vacib Rusiya Ukraynanı özünə tabi etmək, onu tamamilə siyasi nəzarətə götürmək və özünün vassal dövlətinə çevirmək məqsədinə nail ola bilmədi və proseslər bu məcrada davam etsə, bu Rusiya üçün çox əldə olunmayacaq, çox uzaq bir məqsəddir, hətta yerinə yetirilməsi olmayan bir məqsəddir. Əksinə, Rusiya iqtisadiyyatı çöküb, Rusiyanın neft gəlirləri son 2 illə müqayisədə 25% azalıb, Rusiya Çindən getdikcə artmaqda olan təsirə düşür. Eyni zamanda
Rusiyanın özünün neft və energetika strukturu çox böyük zərbə alıb. Rusiya iqtisadiyyatı faktiki olaraq yerində sayır, stagnasiyadır. Orada göstərilən rəqəmlər texnik rəqəmlərdir. Əslində Rusiya iqtisadiyyatı stagnasiyadadır. Və Rusiya faktiki olaraq böyük dövlətlər sırasından çıxıb. Siz baxın, dünyanın qlobal geosiyasi məsələlərinin həllində heç birində biz Rusiya faktoruna danışa bilmərik. Bu özü necə bir strateji xəta olduğunu göstərir. Ukrayna ilə müharibənin və doğrudan da hal-hazırda Putin nəyə nail olub? O suala cavab versə, dünyaya xaos gətirməyə nail olub, dünyada müharibə risklərini artırıb, nüvə risklərini artırıb. Bundan başqa heç nəyə nail olmayıb. Aha, təşəkkür edirəm Zar müəllim. Əhməd müəllim, mən nəyə toxunmaq istəyirəm? Burada NATO və Avropa İttifaqına, ümumiyyətlə bu müharibənin davam eləməsi həmin təşkilatlara necə təsir göstərdi? Təbii ki, Rusiyanın hələ 2014-cü ildə həmkarım qeyd elədi, Krım məsələsində, Donbas məsələsində beynəlxalq hüququ pozması, yəni həm milli, həm irqi, həm dini baxımdan ən yaxın bir qardaşı olan Ukraynaya qarşı təcavüz mühakimə etdirməsi 2022-ci ildə aktiv müharibə Avropa İttifaqını, belə NATO ölkələrini daha ciddi düşünməyə vadar elədi. Bugünə qədər Avropa İttifaqı ölkələri öz ümumdaxili məhsulun məsələn 1%-ni hərbiləşdirməyə həsr edirlərsə, artıq bu rəqəmi yüksəltməyə, artırmağa məcburdurlar və artıq Rusiyanı növbəti mərhələdə Avropa İttifaqına, dolayısıyla NATOya hücum edə biləcək aqressiv bir təcavüzkar ölkə kimi görürlər və artıq NATO sıralarında Rusiyaya qarşı aktiv müharibə hazırlıqları ən üst səviyyədədir. Hətta NATO'nun baş katibi dəfələrlə açıqlamasında bu müharibəyə eyham eləyir. Təbii ki, bu artıq 3-cü dünya müharibəsi deməkdir. Pasiv şəkildə bugün davam eləsə də aktiv bir fazaya keçə bilər. NATO-Rusiya qarşı durması bundan bütün dünya zərər görəcək və həmkarım qeyd elədi, Rusiyanın Ukraynaya təcavüzü ümumiyyətlə dünyadakı bir neçə stereotipləri sındırdı. Dünyanın ən güclü ordusu mifini dağıtdı. Ümumiyyətlə biz son Sovet İttifaqı 70 il dövründə Rusiya, Moskva bir birləşdirici qardaş rolunu oynayırdı. Ən yaxın qardaşına belə hücum edirsə, öldürürsə, bu deməkdir ki, keçmiş MDB ölkələri, keçmiş postsovet ölkələri məkanında, xüsusən də Cənubi Qafqazda artıq Rusiyaya nəinki qardaş, qonşu, yəni müttəfiq belə gözündə yoxdur. Bugün etimadını itirir və ən xırda detallarda bizim üçün təbii ki, böyükdür, amma dünya miqyasında mülki təyyarənin vurulmasına görə üzr istəniləcək qədər bir mədəniyyəti olmayan bir ölkənin artıq dünyada nüfuzu qalmayıb və Avropa İttifaqı ölkələri daxilində təbii ki, böyük həmrəylik Ukrayna-Rusiya müharibəsində Ukraynanı dəstəkləmək, Rusiyaya qarşı sanksiyaları dərinləşdirmək həmrəyliyi var. Bir neçə ölkəni çıxmaq şərti ilə bugün Macaristan, təəssüflər olsun ki, Slovakiya növbəti dəfə Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiya paketinə veto hüququ qoydu ki, bu artıq Avropa İttifaqı daxilində müəyyən parçalanmalara gətirib çıxarıb. NATO üzvüdür həmin ölkələr həm də. Bu baxımdan düşünürəm ki, əgər NATO-Rusiya qarşı durması baş verərsə, bu NATO daxilində də müəyyən parçalanmalara gətirib çıxaracaq. Elə qardaş Türkiyə Respublikasının NATOda ikinci güclü orduya sahib olduğunu nəzərə alsaq, digər tərəfdən Türkiyə-Rusiya münasibətləri də kifayət qədər güclüdür. Macaristan olsun, digər NATO üzvü olan ölkələr var ki, onlar ehtiyat edirlər və heç bir halda Ukraynaya görə Rusiya ilə açıq müharibəyə girməkdən çəkinirlər. Çünki Rusiya artıq geri dönüş olmayan bir yola daxil olub. Nə öz iqtisadiyyatını düşünür, nə ölkəsinin, vətəndaşlarının sosial rifahını düşünür. Sanki özünü 2-ci Dünya müharibəsindəki kimi, yəni quru çörək də yesək, bu müharibədə qalib gəlməliyi kimi mənasız bir hədəf qoyub. Həmkarım doğru qeyd elədi. Bugün Rusiya iqtisadiyyatı demək olar ki, nəinki yerində addımlayır, geriyə gedir. Bugün Moskva ətrafında kəndlərə, qəsəbələrə getsək, insanlar ən elementar ehtiyaclarını belə ödəyə bilmirlər. Bugün Rusiya həm dünyada imicini itirməklə yanaşı, iqtisadi cəlbediciliyini də artıq itirib və bugün Rusiya sanki müharibə üçün ayaq üstə qalmağa çalışan bir ölkədir. 3 növbəli bir müdafiə sənayesi var ki, bu da heç bir mənası olmayan bir müharibə üçün hesablanır. Bugün təsəvvür edin, o işğal olunmuş ərazilərdə nəinki bərpa, quruculuq işləri görməyə, heç özünün o itkilərini bərpa eləməyə bir potensialı yoxdur.
Əgər nəzəri cəhətdən yanaşsaq ki, Rusiya bu müharibədə tutalım qalib gəlsə belə, o işğal elədiyi ərazilərdə yenidən həyat səviyyəsini normala döndürəcək bir potensiala, bir imkanlara sahib deyil. Öz yüz minlərlə canlı əskərini itirib o ordunu yenidən bərpa edəmək potensialına sahib deyil. Buna görə istər Prezident Vladimir Putin olsun, istər Təhlükəsizlik Şurasının katibi olsun, Medvedev, onların son açıqlamaları diqqət yetirsək, nüvə silahından istifadə ilə təhdid edirlər. Çünki son 4 ildə artıq Ukraynada ciddi itkilərə məruz qalıb Rusiya. Bunu doldurmaq üçün qeyri-rus xalqlardan ibarət ordular səfərbər etməyə çalışır. Sizcə bu kömək olacaqmı? Yəni Şimali Koreyadan əskər gətirmək məcburiyyətində qalıb, öz iqtisadiyyatını az qala Çinə təslim etmək məcburiyyətində qalıb ki, bu təbii ki, bu müharibə Çin kimi, Amerika kimi ölkələrə çox sərf eləyir. Onlar öz müdafiə sənayesi istehsalını, silah istehsalını inkişaf elətdirirlər, milyardlarla dollar qazanırlar. Amma burada ən çox itirən elə Rusiyanın özüdür. Həm nüfuz baxımından, həm iqtisadiyyat baxımından, yəni bir ölkə üçün onun ən dəyərli varlığı onun insanlarıdır. İnsanlarını itirir orada və heç bir dəyər qalmayıb bu müharibədə. Bu baxımdan Rusiya üçün geri dönüş olmayan bir müharibədir və bunu Avropa İttifaqı, NATO üzvü ölkələri də çox yaxşı başa düşürlər ki, artıq heç bir insani dəyərləri diqqətə almayan bir ölkə ilə, aqressiv bir ölkə ilə üz-üzəyi, hər an hər şey baş verə bilər. Çünki Ukrayna belə son saatlara qədər düşünmürdü ki, Rusiya belə aqressiv şəkildə hücum edə bilər. Bugün həmin təhlükəni Baltikyanı ölkələr gözləyirlər, Polşa olsun, Latviya, Litviya, Estoniya olsun ki, bu ölkələr hər an Rusiyanın hücumuna məruz qala bilərlər. Bu baxımdan Avropa İttifaqı daxilində, hətta Vaşinqtonun dəstəyi olmadan belə sonuna qədər Ukraynaya dəstək verilməsi ilə bağlı ciddi bir təşəbbüs var. Az öncə dediyim kimi Macaristan, Slovakiya zaman-zaman bu ssenarini pozmağa çalışsa da, onlar da əslində özlərini sığortalayırlar və onlar da hardasa Ağ Evdən ilhamlanırlar. Bugün Donald Trump'ın yürütdüyü siyasət bir qədər Rusiyanın maraqları ilə müəyyən qismdə üst-üstə düşür. Elə Trump'ın təklif elədiyi 28 bəndlik sülh sazişinin, sülh layihəsinin bir çox müddəaları Putinin irəli sürdüyü şərtlərlə üst-üstə düşür və bir çox Avropa daxilində o ifratçı, millətçi, sağçı liderlər var ki, onlar Donald Trump'dan ilhamlanaraq bu məsələdə bir qədər ehtiyatlı davranırlar. Amma Ukrayna hələ ki dirənir. Ukrayna üçün də böyük fəlakətlərə gətirib çıxarıb canlı itkilər baxımından, iqtisadiyyat baxımından, amma bu Ukrayna üçün bir milli məsələdir, bir qürur məsələsidir. Ölkə başçısı cənab İlham Əliyevin də bir açıqlaması var idi. O Ukraynalı jurnalistin sualına cavab olaraq heç bir halda ərazi məsələsində güzəştə getmək olmaz. Bu təbii ki, hər bir ölkənin qürurudur, ləyaqətidir. Ukrayna xalqı son nəfərinə qədər bu müharibədə vuruşmaq, mübarizə aparmaq məcburiyyətindədir. Təşəkkür edirəm Əhməd müəllim. Zahir müəllim, təbii ki, Rusiya-Ukrayna müharibəsində bu ötən 4 il ərzində biz bir çox məqamları müşahidə elədik. Burada həm də siyasi balansın pozulduğunu gördük. Biraz öncə biz danışdıq, artıq alyansın da zəiflədiyini deyə bilərik. Avropa İttifaqının da müəyyən mənada zəiflədiyini, hansısa bir mənada geri addım atdığını deyə bilərik. Ümumiyyətlə, necə düşünürsünüz? Niyə görə keçirilən danışıqlar heç bir nəticə vermir? Bu yaxınlarda oldu Cenevre danışıqları, 2 gün səhv eləmirəmsə davam elədi. Amma yenə də və digər bir məsələ, Ukrayna masaya əyləşməmişdən öncə bilir ki, Rusiyanın şərtləri nədir? Belə olan halda niyə görə o danışıqlara gedir? Gəlin sualın birinci hissəsinə cavab verək. Avropa İttifaqı zəifləyib, biraz qəti hökm olar. Mən düşünürəm ki, elə argumentlər var ki, bunun əksini deyə bilərik biz. Bəzi məqamlarda biz bunu qeyd edə bilərik. Mən deməzdim zəifləyib, çünki biz rəqəmlərə baxsaq, Rusiya-Ukrayna müharibəsi başlamamışdan qabaq yalnız 2 ölkənin ÜDM-də hərbi xərclər 2%-dən yuxarı idi. İndi tək Polşada ÜDM-də hərbi xərclər 5%-dir və Almaniya bunu zaman-zaman artıq 2030-dan sonra 4%-dən və 7%-ə qədər qaldırmaq niyyətində. Almaniya Federativ Respublikası ilk dəfədir ki, ölkə xaricində tam miqyaslı brigada yerləşdirir. Litvada cəmlənir və
ilk dəfədir ki, onlar artıq könüllü ümumi səfərbərlik çağırış elan ediblər və arzu olanların da sayı gözlənilən çoxdur. Yəni gözləmirlər çox qədər insan istəyəcək ki, ordu sıralarında xidmət eləsin, amma bu dəqiqə çox yaxdır. Onlar ən yeni silah istehsal edirlər və Almaniyanın və Avropanın da dünyanın ən böyük silah şirkətləri Rheinmetallın gəlirləri 5,7% artıb. Yəni bir çox parametrlər gətirmək olar ki, Avropa İttifaqı əksinə bu qarşıdurmadan daha da güclənmiş şəkildə çıxır. Əvvəl Avropa İttifaqının təbii qazla təchizatının 40% Rusiya hesabına təmin olunurdu, yəni boru kəmərlərlə aparılır idi. İndi isə bu demək olar ki, təbii qazın boru vasitəsilə alınması demək olar ki, sıfırlanıb və çox böyük ehtimalla 2030-da, hətta 2027-ci ildən sonra ümumiyyətlə Avropa İttifaqı Rusiyadan təbii qaz almayacaq. Sıxılmış maya qaz da daxil olmaqla və alternativ mənbələr axtarırlar və biz göz görə-görə Avropa İttifaqı ölkələrinin hərbi sənaye kompleksi necə sürətlə inkişaf elədiyini görürük. Avropa artıq strateji muxtariyyəti özünə qaytarır. Yeni rəqəm deyib, baxın, Almaniya-Çin ticarətini artıq Çin birinci dəfədir ki, ticarət dövriyyəsində ABŞ üstələdi Almaniyanın ticarət münasibətlərində. Biz belə çoxlu qeyd etdiyimiz misallar gətiririk. Məsələn, NATO-nun Rusiya ilə sərhədi 9 km uzandı. Baxmayaraq ki, Ukrayna hücumunun əsas məqsədlərindən biri oydu ki, sanki NATO Rusiya sərhədlərinə yaxınlaşmasın. Və biz sonuncu NATO təlimlərini gördük və orada ən çox sayılı təlimlərdən biridir və Türkiyə ordusu da çox aktiv iştirak elədi. Avropada bu çox geniş müzakirə oldu. Bu baxımdan Avropa İttifaqı zəifliyib demək, dediyim kimi, o qədər doğru olmaz. Sadəcə belə deyil, Avropa İttifaqı transatlantik münasibətlər zəiflədi. Avropa münasibətləri zəiflədi. Avropa strateji muxtariyyətini xeyli dərəcədə özünə qaytarır. Və Avropa ölkələrinin artıq dünyaya özünə baxış yanaşması formalaşır. Amerika Birləşmiş Ştatlarına fərqli baxış formalaşır. Amma Azər müəllim, biz bunu mütləq qeyd eləməliyik ki, Avropa İttifaqında da müəyyən bir qorxu var. Biraz öncə biz onu qeyd elədik ki, Rusiyanın bəzi əraziləri işğal eləməsi, çünki bu faktlar da var. Amma istənilən halda da Avropa İttifaqı yenə də bu münaqişənin nizamlanmasında, sülhə doğru addım atılmasında hələ ki bir necə deyim, nəticəyə hasil ola bilməyib. Bu baxımdan biz müəyyən bir məqamları qeyd edə Avropa İttifaqı o qədər güclü deyil ki, mən qeyd eləmirəm, amma siyasi baxımdan, balansın pozulması baxımından bunu biz, yəni bu sadəcə görünür. Əvvəlki dünya nizamında Avropa İttifaqı güclü və güclü silahları qüvvələ malik və yaxud da strateji üstünlüyə malik bir ayrı geosiyasi vahid kimi düşünülməmişdi. O NATO-nun bir hissəsi və ABŞ-ın əsas müttəfiqi kimi düşünülmüşdü. İndi bu münasibətlər dəyişir və indi Avropa İttifaqının hərbi baxımdan zəif görünməsi də təbiidir. Çünki indiyə qədər dünya düzənində məhz Amerika Birləşmiş Ştatları rəhbərliyi elədiyi təhlükəsizlik arxitektur Avropaya bu rol ayrılmışdı. Yəni Avropa könüllü olaraq o rolu qəbul edir. Çünki İkinci Dünya müharibəsi Avropadan başlayıb. Yəni İkinci Dünya müharibəsində elə mexanizmlər düşünmüşdü ki, Avropalılar sosial məsələlərlə, iqtisadi məsələlərlə məşğul olsunlar, bir daha hərbi məsələlərə qayıtmasınlar. Çünki üçüncü dəfə İkinci Dünya müharibəsi bunlar başlamasınlar. Yəni bütün o Almaniyanın özünün konstitusiyasına belə son illər dəyişiklik edildi. Bu baxımdan qeyd edə bilərik. Lakin hal-hazırda Birləşmiş Avropanın kifayət qədər böyük potensialı var. Bunu qeyd edelim. Lakin yenə qeyd edir, hal-hazırda ən yeni texnologiyalarla silahlanmaq baxımından Avropaya vaxt lazımdır. Müəyyən qədər vaxt lazımdır. Hətta bəziləri deyir ki, Rusiya-Ukrayna müharibəsi uzanması bir tərəfdən də Avropanın müəyyən qədər strateji olaraq möhkəmlənməsinə xeyirdir. Yəni onlar əslində bir tərəfdən... Amma Amerika faktoru da var. Bəli, Amerika faktoru da var. İndi qeyd edilsin suala ki, niyə hal-hazırda, niyə Ukrayna bu şərtləri görəcədən əsasında əyləşib? Prinsip etibarilə biz hər iki ölkənin, həm Rusiyanın, həm Ukraynanın strateji dilemmalarla üzləşdiyini görürük. Ukrayna tərəfdən çox ciddi problemlər var, şəxsi heyətin cəlb olunması. Ukrayna ordusunun orta yaş həddi 40 yaşdır. Yəni inanın ki, müasir dronlarla müharibə olmasa, o göstəricinə vuruşmaq mümkün deyil. Yəni böyük göstərici. İkincisi, son vaxtlar ümumiyyətlə Ukrayna ordusunda fərarlı hərbi hissələr özbaşına, fərarlı demir, hərbi hissələr özbaşına qoyub getmək kütləvi bir hal alıb və Ukrayna prokurorluq bununla bağlı rekord sayda cinayət açıb. Bunlar niyə baş verir? Ukraynanın özünün də doğrudan da müdafiə imkanları tükənir. Ukrayna ordusu da əvvəlki qarşıya qoyduqları 1991-ci dövlət sərhəddən çıxmaq vəzifəsini yerinə yetirə bilməyəcəklər. Və yaxın illərdə də Ukrayna ordusunun indikindən yaxşı hərbi mövqeyə malik olacağı gözlənilmir müharibə davam eləsə. Amma eyni zamanda bu o demək deyil ki, Ukrayna ordusu tamamilə sarsılacaq, Rusiya strateji dönüş əldə edəcək. Eyni zamanda Rusiya da strateji dönüş əldə edə bilmir. Burada çox maraqlı hərbi analitiklər maraqlı ifadələr işlədilər ki, Rusiya qalib gələ bilməyib, Ukrayna məğlub olmayıb. Yəni bu biz qənaətləri qeyd edirik bundan bağlı. Və gəlirik Rusların üzləşdiyi dilemmaya. Ruslar çox böyük dilemma ilə üzləşirlər. Ruslar
Rusiya doğrudan da iqtisadiyyatı kiçilir öz yerində və Rusiya müəyyən müddətdən sonra müharibəni maliyyələşdirmək üçün əhalini çox çətin xərclərə salacaq. İkincisi, ən böyük çağırış ondan ibarət ki, müəyyən lap yaxın müddətdə Çindən asılılıq artıq geri dönməz səviyyə gəlib çıxacaq. Və Rusiya faktiki olaraq resurs asıllığına, resurs mənbəyinə çevrilir Çinin üçün. Çindən asıllıq elə bir səviyyə strateji səviyyədir. Sonra siz illərlə də çalışsanız, məsələn biz İran timsalını götürək, illərlə də çalışsanız o itkilərin yerini doldura bilmirsiniz. Daimi sanksiyalar təzyiq sizi tamamilə ancaq mənbə halına gətirib çıxarır. Özünüz subyektliyi itirirsiniz. İkincisi, canlı qüvvəni təmin etmək mümkün deyil, çağırışçıları toplamaq mümkün deyil, artıq muzlularla da əskər cəlb etmək mümkün deyil. Və ən vacibi odur ki, Rusiya ordusu vuruşmur. Yəni, indiki texnologiyalar Rusiya ordusunu o ənənəvi hərbi taktikadan istifadə dönüş əldə etməyə imkan vermir. Və bunlardan da ən böyük fəlakətlisi odur ki, Rusiya göz görə, bunu Rus analitiklərin özü dedi, beynəlxalq münasibətlər sistemindən kənarda qalıb ancaq o kəndi tutur, bu qəsəbəni tutur. Rusiyanın geosiyasi situasiya tutduğu kəndlərin miqyası qədər qısalıb, qəsəbəsi qədər qısalıb. Siz dünya gündəliyində ancaq Rusiyanı bir yerdə görə bilərsiniz ki, Trump onun adını çəkəndə Ukraynanın tərəfi olur, olmur. Qalan, bax, götürün İran ətrafında hadisələri baş verir, Yaxın Şərqdə hadisələri baş verir, Cənub-Şərqi Asiya hadisələri baş verir, Amerikada hadisələri baş verir, Rusiya heç birində yoxdur. Çünki Rusiyanın bütün gücü, olan qüvvəti hamısı Ukrayna istiqaməti yönəlib və bundan sonra da bu vəziyyəti dəyişməyəcək. Məhz buna görə də tərəflər masaya oturublar, məhz buna görə də tərəflər kompromis axtarırlar. Təşəkkür edirəm Zahir müəllim. Əhməd müəllim, 4 il bundan öncə müharibə başlayanda ilk aylarda hər kəs ümidli idi ki, bu müharibə bugün sabah bitəcək, bir neçə gündən sonra başa çatacaq. Amma artıq bir də baxdıq ki, 4-cü ili tamam olur. Necə düşünürsünüz? Bu müharibənin bir qədər də uzun müddətli olması qlobal sistemdə, qlobal mexanizmdə nələri dəyişə bilər? Təbii ki, mən inanmıram biz burada hansısa bir müsbət tendensiyaları qeyd edə bilək. Təbii ki, 4 il bundan əvvəl Rusiya daxili belə bir təbliğat var idi ki, cəmi bir neçə həftəyə, hətta bir həftəyə Rus ordusu gəlib Kiyevə yerləşəcək. Hətta Moskvada planlar cızırdılar Yanukoviçi təzədən Ukraynaya geri qaytarsınlar. Amma zaman göstərdi ki, həqiqətən Ukrayna böyük ərazidir və zaman göstərdi ki, Ukrayna xalqı bir dayanışma, həmrəylik içərisində və xatırlayırsınızsa, bir neçə ay ərzində hələ Avropadan o dəstək gəlmirdi. Ukrayna özü mübarizə aparırdı, vuruşurdu və tədricən Avropa İttifaqı, Avropa ölkələri gördü ki, Ukraynadan sonra növbəti təhlükə onların torpaqlarına, onların şəhərlərinə gələcək. Bu baxımdan Ukraynaya dəstək davam etdirilməyə başladı və xüsusən də Biden administrasiyası dönəmində Amerika Birləşmiş Ştatları demək olar ki, hər gün təmənnasız olaraq, qarşılıqsız olaraq bu silahları Ukraynaya ötürürdü. Bugün isə Trump bir qədər biznes maraqlarından yanaşır. Yenə ABŞ istehsalı olan silahlar Ukraynaya ötürülür, amma Avropaya satılır, Avropa büdcəsindən maliyyə ayrılır, sonra Avropa həmin silahları Ukraynaya verir. Çünki Avropanın özünün bu qədər silah istehsal etmək potensialı yoxdur. Hələ həmkarım qeyd elədi. İndi başlayıblar o məsələnin ciddiyyətinə varmağa və o silah istehsalını təkmilləşdirirlər. Amma hər gün aktiv müharibə getdiyi bir Ukraynada yeni silahlar lazımdır, canlı itkilər çoxdur. Bu baxımdan bir də hələ də Ukraynanın hava məkanının müdafiəsi ilə bağlı bir fikir yoxdur ki, bu Ukrayna üçün böyük bir çatışmazlıqdır, zəiflikdir. Hər gün Rusiya raketlərlə, ballistik raketlərlə paytaxt Kiyev daxil olmaqla böyük şəhərləri vurur. Buna cavab olaraq Ukrayna dronlarla cavab verir. Rusiyanın daxilində müəyyən enerji infrastrukturlarını vurur. Yəni, aktiv şəkildə bugün ənənəvi müharibə ssenarisi müşahidə olunmur. Yəni, əldə silah, tanklar üz-üzə gəlsin. Bu ayrı-ayrı bəlkə kəndlərdə, qəsəbələrdə ola bilər. Həqiqətən də Rusiya kimi böyük bir ölkə, dünyanın ən böyük ərazisinə sahib ölkə, faktiki olaraq ən böyük enerji resurslarına və belə bir mif var idi ki, dünyanın ən güclü ordusuna sahib bir ölkə. Bugün ayrı-ayrı kəndi, qəsəbəni belə deyək, işğal edəndə bunu böyük bir qələbə kimi təqdim edir. Hətta
Baş qərargah rəisi Gerasimov bir neçə dəfə ayrı-ayrı şəhərlərin zəbt edilməsi ilə bağlı yalan hesabatlar da, raportlar da vermişdi Vladimir Putinə ki, yəni burada əsas məsələ ilk növbədə daxili auditoriyanı inandırmaqdır. Bugün siz sülh danışıqlarına gəldiniz. Bu hər iki ölkənin şərtləri bir-birinə daban-dabana ziddir. Bugün Ukrayna təbii ki, haqlı olaraq özünün ərazi bütövlüyünün bərpasını istəyir. Rus qoşunlarının Krım daxil olmaqla Ukrayna ərazisindən çıxarılması, sərhədləri 1991-ci il sərhədlərinə geri qaytarılması, hətta növbəti mərhələdə dəymiş ziyana görə təzminat ödənilməsi, Rusiyanın beynəlxalq məhkəmələrdə cavab verməsi. Rusiyanın şərtləri nədir? Rusiya Ukraynanın tam hərbisizləşdirilməsini tələb eləyir. Ukrayna kimi böyük bir ölkənin sadəcə 800 min əskərə sahib olmasını istəyir. NATO-dan, Avropa İttifaqından bir mənalı olaraq artıq üz döndərməyə və bunu konstitusiyada neytrallaşma statusuna ayrıca qeyd olunmasını istəyir. Və ən əsas məsələdə faktiki işğal elədiyi ərazilərin həm Ukrayna, həm də dünya ictimaiyyəti tərəfindən Rusiya ərazisi kimi tanınılmasını, bunun qəbullanmasını istəyir. Təbii ki, belə bir şərtlərdə heç bir sülhə nail olmaq mümkün deyil. Burada İki variant var ki, ya danışıqlar dondurulacaq, bu münaqişə bir zamanlar bizim malik olduğumuz o Qarabağ münaqişəsi kimi dondurulmuş, gələcək nəsillərə ötürülən bir münaqişə olacaq ki, burada da Rusiya bunu istəmir. Çünki bugün Trump administrasiyası Putin üçün bir fürsətdir ki, 2029-cu il Trump'ın hakimiyyətdə olduğu müddətdə bu məsələni Rusiyanın xeyrinə həll etmək mümkün olacaq. Əgər 2029-cu ildə yenidən seçkilərdə demokratlar hakimiyyətə gəlsə, yenidən Rusiya üçün çətin vəziyyət yaranacaq. Bu baxımdan Rusiya istəyir ki, tələsik də olsa müəyyən bir sülh sazişi imzalansın. Rusiya, Ukrayna buna imza atsınlar və dünya bu reallığı qəbul eləsin. Ukrayna da təbii ki, hər nə qədər çətin olsa da öz ərazilərinin işğalı ilə barışmır, barışa da bilməz. Bu, Ukrayna cəmiyyəti üçün əsla qəbul edilən deyil. O zaman nədən 2014-cü ildə, nədən 2022-ci ildə bu qədər müqavimət göstərdik, elə təslim olurduqsa, elə birbaşa təslim olardıq. Yüz minlərlə insanımızı itirdik, ərazilərimizi itirdik, şəhərlərimiz xaraba oldu. Burada Avropa İttifaqının özünün də etimad məsələsi var. Çünki hələ 2014-cü ildə o Maydan hərəkatı başlayanda Avropa İttifaqından demokratiya, insan haqları adı altında Ukraynaya vədlər verilirdi. Siz azad olmalısınız, Avropanın bir parçası olmalısınız, biz sizə dəstək verəcəyik. O Maydan hərəkatından başladı hər şey və bugün anti-Rusiya meylləri gücləndikcə Ukrayna arxasını Avropa İttifaqına, Qərbə söykəmişdi. Bugün Qərb özü də bu müharibənin dayanmasını istəyər, amma dünyadakı o etimadının zədələyəcəyini düşünür ki, biz Ukraynaya söz vermişdik. Ukraynanı indi cəbhədə, meydanda tək buraxmaq istəmirik. Bu baxımdan sülh danışıqlarına, sülhdən danışmaq ümumiyyətlə mümkün deyil. Heç tez də deyil, ümumiyyətlə mümkün deyil. Çünki dalana dirənir. Burada ən yaxşı, optimal variant atəşkəs ola bilər ki, heç olmasa insan itkisini dayandırmaq. Hər gün canlı insan itirir, mülki insanlar hərbi. Bu ən optimal variant ola bilər ki, heç olmasa bunu gələcək nəsillərə saxlayaq. Bəlkə Putindən sonra Rusiya bir ağlı başında rasional düşünən bir lider gələr. İki xalq, demək olar ki, onlar eyni xalqlar, eyni millətlər. Bunları müharibəsinə yəni dözmək ümumiyyətlə absurd bir məsələdir ki, bunu ancaq Putin eləyə bilərdi. Təşəkkür edirəm Əhməd müəllim. Zahir müəllim, əslində biz maraqlı bir məqamat oxudu Əhməd müəllim, atəşkəs məsələsi, amma Zelenski, səhv eləmirəmsə, bu günlərdə belə bir açıqlama verib ki, ümumiyyətlə Rusiya, yəni Vladimir Putin danışıqları istəmir və atəşkəs də istəmir. Necə düşünürsünüz? Bəlkə elə atəşkəsi heç Ukrayna tərəfi də istəmir. Belə deyə bilərikmi? Belə iddialar da səsləndirə bilərikmi? Şərtlərə baxır. İndiki halda 900 kilometrdən çox 1200 kilometrə qədər cəbhə xətti var. Bəli. Və Rusiya Ukraynanın ərazisinin 20%-ni işğal edib, yəni Krımda daxil olmaqla. Hal-hazırda Rusların əsas şərti və danışıqları dalana dirənməsinə səbəb əsas şəhər Slavyansk, Kramatorsk aglomerasiyası dediyimiz ərazidə aşağı şərq tərəfi, cənub şərq tərəfdə möhkəmləndirilmiş şəhərlərin, yəni döyüşsüz Rusiya təhvil verilməsi və Ukrayna ordusunun 1991-ci ildə Donbasın
müəyyənləşdirilən ərazi inzibati sərhədindən kənarda qalması. Yəni Ukrayna ordusu Donbas dediyimiz bölgədən çıxır, yəni 4 vilayətdən çıxır. Rusiya qoşunları oranı tutur və bundan sonra artıq danışıqlar başlayır. Danışıqlar başlamasının özünün şərtinə belə fərqli baxış var. Ruslar qeyd edir ki, bəli, Ukrayna ordusu çıxandan sonra biz dərhal atəşkəs elan edirik. Atəşkəs artıq bu coğrafiyaya çıxmaq şərti ilə kim harda durub orada təmas xətti üzrə, təmas xətti üzrə atəşkəs olur və biz artıq digər danışıqların şərtləri Ukrayna üçün kifayət qədər ağırdır, amma hardasa müzakirə oluna bilər. Ukrayna üçün elə bu gün Prezident Zelenski BBC-yə müsahibəsinin mətni dərc olunub. Orada da açıq şəkildə qeyd edir ki, bizim üçün yalnız ərazi deyil, 100 minlərlə insan taleyidir və ən vacib məsələ, biz də şərhlərimizdə dəfələrlə deyirik, bu ərazilərin könüllü boşaldılması sonradan Ukrayna xalqını, cəmiyyətini, dövlətini parçalayacaq. Daha müzakirələr başlayacaq və daxildən böyük bir yara alacaq. Ona görə də Prezident Zelenski deyir ki, bütün bu məsələlər yeri gəlsə, əgər müəyyən şərtlər olsa, hətta referendum yolu həll olunmalıdır ki, sabah heç kim günahlandırılmasın və bu ərazi çıxarılmasından sonra Prezident Zelenskinin özünün hakimiyyətdə qalması belə, indiki siyasi komanda hakimiyyətdə qalması belə qeyri-mümkündür və bunun özü də Ukraynada müəyyən doğrudan siyasi xaosa yol açacaq. Söhbət yalnız hərbi cəhətdir. Hərbi cəhətdən də ən vacib məsələdir ki, bu doğrudan da möhkəmləndirilmiş və uzun illər istehkama çevrilmiş şəhərlərdir və indiki templə getsə, ruslar neçə ilə oranı alacaqlar, onun özü də qeyri-müəyyən. Yəni belə bir ağır şərt irəli sürmək, hal-hazırda danışıqlar məhz bu şərtə görə dalana dirən. Atəşkəsdə ən böyük maraqlı tərəf hazırda Ukraynadır. Amma lakin bu şərt olmadan, Ukraynalıların şərtdə tam əksədir. Ukraynalılar qeyd edək ki, yəni təmas xətti üzrə atəşkəs elan edək və onun ardınca artıq biz Rusiyanın ən ağır şərtlərini belə yerinə yetirməyə hazırdılar. Hətta seçki keçirməyə belə hazırdılar. Prezident seçkiləri olsun, referendum olsun və digər şərtlər olsun. Digər orada siyasi şərtlər var. Şərtlərin toplusu bəllidir əslində. Ukrayna güclü təhlükəsizlik zəmanətləri verilir. Ukrayna ordusuna məhdudiyyətlər qoyulur. Ukrayna bu müqabilində NATO-dan imtina edir və eyni zamanda ABŞ-ın iştirakına qarşılıqlı monitorinq mexanizmi yaradılır ki, Rusiya Ukrayna sonradan hərbi qarşı durmaya getməsin. Yəni prinsipdə Ukrayna bu şərtləri qəbul. Lakin burada əsas məsələ dediyimiz kimi ərazi məsələsidir. Ukrayna hətta de facto olaraq Krımı da Rusiyanın ərazisi kimi tanıyır, de facto işğal olunmuş, indiki Rusiya nə qədər ərazi işğal edir, onu da de facto tanıyır Rusiyanın ərazisi. Bu cür şərtlərə gedir. Lakin könüllü olaraq ərazilərin və torpaqların boşaldılması bu doğrudan da gələcəkdə doğrudan da xalqı, dövləti parçalayacaq bir məsələdir. Siyasi xaosu aparacaq bir məsələdir. Daim Ukrayna daxili siyasi mübarizənin predmeti olacaq və heç bir siyasi rəhbər, siyasi eliti bu mübahisədən qaça bilməyəcək. Biz özümüz də bunu dəfələrlə yaşamışıq. Bizdə heç vaxt könüllü torpaq vermək məsələsi olmadı. Lakin bizim yadımızdadır bu və digər faciələrdə, hərbi məğlubiyyətlərdə Azərbaycan cəmiyyətində 10 illərlə mübarizə gedir. Bax, keçmiş iqtidarla bağlı, onun ayrı-ayrı nümayəndələri ilə bağlı, ayrı-ayrı komandirlərlə bağlı və yaxud da ki, hətta xarici qüvvələr bundan istifadə edib bir vətəndaş qarşıdurması yaratmağa çalışır ölkəmizdə. Ukraynada bu risklərdən qaça bilməyəcək. Ona görə də Ukrayna üçün olduqca vacibdir bu danışıqların istiqamətini dəyişmək. Lakin biz digər bir məsələni görürük. Bu da Trump administrasiyasının yanaşmasıdır. Əhməd bəy qeyd elədi və Trump administrasiyasının yanaşması yalnız Rusiya ilə bağlıdır. Bu daha çox qlobal baxışdır. Hal-hazırda Rusiyanın Çindən artan asılılığı ABŞ üçün ən böyük çağırışdır. Nə qədər qəribə olsa da. Təcavüzkar ölkənin Çindən artan asılılığı ABŞ üçün ən böyük çağırışdır. Bu Çini gücləndirir. Qlobal rəqabətdə Çinə doğrudan çox real üstünlükləri verir. Bu 4 ildə bu müharibənin ən böyük benefisiarı Çindir. Yəni, Hindistandır. Amerika Birləşmiş Ştatlarının özüdür əlbəttə. Lakin daha çox udan tərəf burada biz Çini qeyd edə bilərik və belə olan halda ABŞ geostrategiya, Trump geostrategiyasında əsas rəqib Çin olmaqla hal-hazırda Avrasiyada neytral mövqeyini qoruyub saxlayacaq Rusiyanın olması olduqca vacibdir. Bu neytral Rusiya əvvəl kim güclü Rusiya olmaya bilər, lakin Çinin əzə biləcəyi zəif Rusiya olmamalıdır. Yəni Trumpın baxışında Rusiya müəyyən qədər Çinin maraqlarını tarazlaşdıra bilməlidir. Onlar rəqabət apara bilməsə də, hər halda Çinin onu tamamilə iqtisadi və digər məsələlərdə tamamilə zəif duruma salmaq imkanı da olmamalıdır. Trump administrasiyası çox çətin seçimlər qarşısındadır. Bir yandan bəli, əlbəttə Ukrayna cəbhəsində tamamilə geri çəkilmək və qlobal hegemonluğa ziddir və gələcəkdə bu ümumiyyətlə
Amerikalıların dünya baxışının digər ölkələr tərəfindən qəbul olunmayacaq bir məsələdir. Eyni zamanda da Rusiyanı da tamamilə diz üstə çöktürüb məğlub etmək də siz Çini gücləndirəcəksiniz və biz burada doğrudan da Prezident Trumpın çox incə və məharətlə oynamaq lazım gəldiyini düşünürük. Hal-hazırda Rusiyanı da ondan inandırmağa çalışırlar ki, müəyyən bir seçimlərlə siz öz neytral mövqeyinizi qoruyub saxlaya bilərsiniz. Əsas o ki, siz ABŞ-ın rəqibi olmayın. Yəni, əsas strategiya bundan ibarət. Bundan nail olacaq, mümkün olacaqmı? Düşünürəm ki, zaman o qədər çox deyil. Əgər yaxın aylarda burada ciddi nəticəli olunmasa, əlbəttə müharibə artıq uzanacaq. Təşəkkür edirəm. Əhməd müəllim, 2 tərəfli, 3 tərəfli və yaxud da ki, nə bilim, 4 tərəfli, 5 tərəfli danışıqların gerçəkləşməsi, biz özümüz də buna həm də vasitəçilərin iştirakı ilə deyək. Biz özümüz də dəfələrlə bunun zamanında bir növ iştirakçısı olduq, amma heç bir nəticə də hasil olmadı. Və necə düşünürsünüz? Rusiya-Ukrayna danışıqlarında biz 3-cü tərəfi görürük. Məsələn, Rusiya, Ukrayna, ABŞ danışıqları. Amma görünən odur ki, bu danışıqlar o nəticəni vermir. Necə düşünürsünüz? Rusiya-Ukrayna tək başına masada heç bir tərəf olmadan əyləşsə nə baş verər? Ümumiyyətlə, Ukrayna-Rusiya arasında elə ilk həftələrdən xatırlayıram, Belarusda, daha sonra Türkiyədə oldu, İstanbulda, Ankara'da oldu, Səudiyyə Ərəbistanında oldu, Ciddədə və Cenevrədə oldu. 26-sı davam eləyəcək bu ikinci raund. Vasitəçilər, təbii ki, əsas vasitəçi ABŞ-dır ki, burada ABŞ-ın da elə həmkarım doğru qeyd elədi. Bir qədər geri çəkilməsi onun vasitəçilik rolunu artırıb. Əgər ABŞ bir mənalı şəkildə Avropa İttifaqı kimi tərəf tutsaydı, heç bir halda Rusiya tərəfindən vasitəçi qismində tanınmayacaqdı. Həm də ABŞ rəhbərliyi düşünür ki, Rusiya ilə müəyyən geosiyasi məsələlərdə, qlobal məsələlərdə danışmaq mümkündür. Bunu Çinlə eləmək mümkün deyil. Yəni, Çin güclənir iqtisadi cəhətdən, dünya hegemonluğu cəhətdən. Bu baxımdan elə Rusiya ilə danışıb bu məsələni həll etsək, Rusiya tam məğlub olması artıq dünya arenasında iki əsas gücü üz-üzə qoyur. Çin və Amerika hər nə qədər qərbi olsa da, əgər Amerika Birləşmiş Ştatları ilə Çin üz-üzə gələcəksə, mən düşünürəm ki, Çin qalib gələcək. Bu bir mənalı şəkildə belədir. Bu baxımdan Amerika Birləşmiş Ştatları heç bir halda Çinin bu münaqişədən daha çox qazanmasını istəmir. Rusiyanın nələrisə Çinə qurban verməsini istəmir. Bugün Rusiyanın bütün təbii resursları demək olar ki, ucuz qiymətinə, bazar qiymətindən aşağı qiymətinə Çinə, Hindistana satılır ki, bu təbii ki, ABŞ üçün əldə sərf eləmir bu məsələ. Bu baxımdan bu danışıqlar masasında inandırıcı deyil bugün Ukrayna ilə Rusiyanın təkbətək üz-üzə gəlməsi. Ümumiyyətlə, dünyada bunun yeganə bir örnəyi bugün Azərbaycanla Ermənistanın timsalındadır. Çünki bu da güclü tərəfin həm də ədalətli olmasından irəli gəlir. Bugün münaqişələrə baxaq, Rusiya hər nə qədər çətin də olsa güclü tərəfdir. Yəni, faktiki olaraq bütün emosiyaları bir kənara qoysaq, cəbhədə irəliləyib, Ukraynanın demək olar ki, 20%-ni işğal edib, hər gün müəyyən bir kiçik bir kənd də olsa, küçə də olsa irəliləyir. Bu baxımdan Rusiya tərəfi güclüdür, amma ədalət hissindən tamam uzaqdır. Öz qardaşına qarşı belə bir aqressiv, vəhşi bir münasibət bəsləyir. Bugün yaxın şərqdəki proseslərə baxsaq, güclü tərəf ümumiyyətlə beynəlxalq hüququ heçə sayır. Amma Cənubi Qafqazdakı müharibənin timsalına baxsaq, mən xatırlayıram Ağ Evdə Donald Trump, Azərbaycan prezidenti Cənab İlham Əliyevə bir sual verdi ki, nəyə görə siz güclü idiniz, imkanlarınız var idi, amma dayandınız. Siz daha da irəliyə gedə bilərdiniz. O zaman Xan kəndini nəzərdə tuturdu, digər əraziləri nəzərdə tuturdu. Hətta Trump öz aləmdə düşünürdü ki, Azərbaycan sərbəst şəkildə Ermənistan ərazisinə də daxil ola bilər. Dünyada belə bir praktika var. Təhlükəsizlik, Trump zona, bufer zona adı altında tampon bir bölgə kimi biz tutub öz təhlükəsizliyimizi təmin etmək adı altında Ermənistanda bir, belə deyək, 20 kilometr, 30 kilometr bir bufer zonaya qədər irəliləyə bilərdik və Azərbaycan prezidentinin cavabı çox unikal idi. Bunu Trumpın müşaviri Steve Witkoff dəfələrlə müsahibəsində bildirib ki, Azərbaycan prezidentinin cavabı bizi heyrətləndirdi. İlham Əliyev bildirdi ki, biz heç bir ölkənin, Ermənistan daxil heç bir qonşu ölkənin ərazilərində gözümüz yoxdur. Biz ədalətli müharibə aparırıq, öz torpaqlarımızı geri alırıq. Bu baxımdan, yəni, böyüklük
göstərdi Azərbaycan və qısa bir müddət ərzində 2023-cü ildə suverenliyimizi bərpa etdikdən dərhal sonra Rusiyada, Avropanın müxtəlif paytaxtlarında bu sülh danışıqları baş tutdu. Gördük ki, Avropanın gücü yoxdur vasitəçi olmağa. Rusiyanın da istəyi yoxdur. Rusiya istəyir ki, Cənubi Qafqazda bu münaqişə hər zaman olsun, liderlər gəlsin Moskvaya, Putin özünün böyüklüyünü göstərsin, elə orada Rus əskərlərini Qarabağda yerləşdirsin, faktiki olaraq Azərbaycan ərazisində də Rusun əskəri olsun və bu münaqişə uzun illər davam eləsin və nəhayət bizim üçün vasitəçinin heç bir əhəmiyyəti yox idi. Bütün mümkün variantları nəzərdən keçirdikdən sonra, cəhd etdikdən sonra Vaşinqtonda bu görüş baş tutdu və son 6-7 aydır ki, faktiki olaraq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır. Qarşılıqlı səfərlər, həmkarım səhv eləmirəmsə Ermənistandan səfər eləyib. Mən etməmişəm, mən təmsilçiliyin təşkilatının idarə heyətinin sədri eləyib. Amma sizin vətəndaş cəmiyyətinin nümayəndələri səfərlər edirlər, media nümayəndələri səfərlər edirlər. Faktiki olaraq mehriban qonşuluq siyasətində yaşayırıq. Azərbaycan öz neft-qaz məhsullarını satır və son Vaşinqtonda Sülh Şurasının iclasında da İlham Əliyevlə Nikol Paşinyanın səmimi davranışları, salamlaşması, görüşməsi bu böyük bir nümunə idi. Yəni bu təşəbbüs heç də Ermənistan tərəfindən gəlmədi. Bugün Ermənistan cəmiyyətində hələ də revanşist, intiqamçı güclər var, amma Azərbaycan cəmiyyəti artıq o böyüklüyünü göstərib. Biz müharibədə qələbə qazanmışıq, tarixi, hüquqi, siyasi ədaləti, belə deyək, ilahi ədaləti bərpa eləmişik biz. Amma bundan sonra biz Ermənistanla, ermənilərlə sona qədər düşmənçilik mövqeyində yaşamaq istəmirik. Təbii ki, tariximizi unutmuruq, o acı yaraları unutmuruq. 3 gündən sonra Xocalı soyqırımının il dönümüdür, onu törətmiş bir ölkənin cinayətkarları unutmuruq, amma gələcəyə baxırıq. Biz bugün Ermənistanla sülh şəraitində yaşamalıyıq ki, bu bizim üçün həm bir stabillik deməkdir, həm iqtisadi, siyasi qazanc deməkdir ki, biz bütün o dəmir yollarını deyək, bütün o neft, qaz borularını Ermənistan ərazisindən keçirməklə daha çox gəlir əldə eləmiş olacaq və dünya güclərinin, istər Çin olsun, ABŞ olsun, regionda bugün marağı Azərbaycan üzərində qurulub. Bu baxımdan düşünmürəm ki, Ukrayna təbii ki, məğlub tərəfdir, yəni belə deyək, itirmiş tərəfdir, hələ müharibə bitməyib, amma Rusiyada o potensialı, o mədəniyyəti, o cəsarəti görmürəm ki, birbaşa dialoq apara bilsin Ukrayna ilə. Rusiyanın liderlərini bugün müsahibələrinə baxsaq, daha çox ərazi zəbt eləmək, bu müharibə bitsin, növbəti maraq regionumuz var, Cənubi Qafqaz, MDB məkanını, onlara da bir dərs verəcəyik, hələ də o imperiya hikkəsindən, hegemonluğundan əl çəkmirlər, onlarda o mədəniyyət, o cəsarət, o belə deyək də, o təşəbbüs yoxdur və bu baxımdan birbaşa dialoq hələ ki mümkün deyil. Mən hər kəsə təşəkkür edirəm, çox sağ olun. Bir daha xatırladım ki, studiyada qonaqlarım Demokratiya və İnsan Haqları Komitəsinin sədri, siyasi şərhçi Əhməd Şahidov və politolog Zaur İbrahimli idi. Biz studiyada Rusiya-Ukrayna müharibəsinin 4-cü ilini müzakirə elədik. Orta gün bugünlük işini yekunlaşdırdı. Görüşmək ümidi ilə hələlik.